Salam, mən tarix fənni üzrə təlimçi müəllim Natiq Məhərrəmli. Onlayn dərslərimizə qoşulmaq istəyən həm müəllimlər, həm abituriyentlər qeyd-olunan əlaqə nömrəsinə müraciət edə bilərlər. Bu gün siz mənim 5-ci dərsimiz olan ilk tayfa birlikləri və erkən dövlət qurumları mövzusuna baxırıq. Azərbaycan ərazisində ilk tayfaların yaranması erkən Tunc dövrüdür, iri tayfa ittifaqlarının yaranması Orta Tunc dövrüdür. Bunu biz bilirik. Və Azərbaycan ərazisində necə oldu ki, tayfalar iri tayfa ittifaqlarına çevrilməyə başladılar. Erkən Tunc dövründən yaranan bu proses getdikcə tayfa başçılarının müstəqilləşməsi və zəif tayfaları özünə birləşdirməsi nəticəsində iri tayfa ittifaqlarının yaranmasına gətirib çıxır. Və biz bilirik ki, Azərbaycanda da bu yaranan iri tayfa ittifaqları bu hər üçünə də aiddir. Ön Asiya ilə və yaxud da iki çay arası ilə iqtisadi, siyasi, mədəni əlaqələr qurmuşdular. İlk tayfa birliyimiz Arattadır, ilk yarananı. Sonra Lulubi, Kuti, Turukkusu tayfaları haqqında da məlumat verəcəyik. Aratta dövlət qurumu nə vaxt yaranmışdı? Eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranıb. Harada yaranıb? Urmiya gölünün cənub-şərqində yaranmışdı. Aratta dövlət qurumu çox zəngin coğrafi bir mövqedə yerləşirdi. Təbii sərvətlərlə zəngin coğrafi bir mövqedə yerləşirdi. Və ona görə də tez-tez bunun ərazilərinə, belə deyək, qonşu dövlətlər yürüşlər edirdi. Və bu yürüşlər nəticəsində də qonşu dövlətlərlə mübarizə güclənirdi. Burada da əsas mübarizə Uruq şəhər dövləti ilə gedirdi. Onların hökmdarı Emmerkar və Aratta arasında mübarizələr və dostluq əlaqələri olmuşdu. Biz bunu harada görürük? Kitabda qeyd olunur ki, Uruq şəhəri əvvəllər Aratta ilə bir-birinin ərazilərini ələ keçirmək yolunda mübarizə apardılar. Gah Uruq uğur qazanır, gah Aratta uğur qazanır. Amma sonda Şumer şəhər, daha doğrusu Uruq şəhər dövləti qonşu dövlətlərin yürüşünə məruz qalanda Arattadan kömək istəyirlər. Və Aratta hökmdarları da onlara bu mübarizədə dəstək göstərirlər. Və bu Ön Asiyanın da əsas Aratta ərazisinə, belə deyək, yardım etməsinin əsas səbəblərindən biri lacivərd daşı və yaxud da lazurit yataqları Səhənd dağı ətrafında 13-14-cü əsrlərdə Azərbaycan alimi Bakuvi bu haqda məlumat vermişdi. Qızıl və s. kimi metallarla zəngin olduğuna görə Aratta əraziləri bu ərazilərə xüsusi diqqət yetirirlər və bu lacivərd daşı və s. kimi zəngin metalları Aratta dövlət qurumu iki çay arasına daşıyırdı, orada ticarət əlaqələri qururdular və s. Bundan başqa Aratta özü şəhər dövlətdir, bunu yadda saxlayırıq. Ümumiyyətcə bizim kitablarda, yeni məlumatlarda bu dövlətlərə biz artıq erkən dövlətlər deyirik. Ona görə də erkən dövlət sözünü harada görsəz, mannanı götürmürsünüz. İlk olaraq bizim bu dövlət qurumlarımızı götürürsünüz. Bunlar artıq erkən dövlətlər gedir Azərbaycan ərazisində. Daha sonra Arattada hökmdar Ensi adlanırdı. Biz Ensini keçən dərsimizdə demişdik. Şumerlərdə demişdik. Ensi və yaxud da Luqal var idi. Artıq bunlarda da Ensi hökmdar adını daşıyırdı. Daha sonra Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Ağsaqqallar Şurasında bir qərar qəbul etmək üçün səs çoxluğuna baxırdılar. Bir də məclis var idi ki, məclisin qərarları o qədər də önəmli deyildi. Sonunda sözü hökmdar deyirdi. Aratta dövlət qurumu çoxtanrılıq dininə sitayiş edirdi. Fikir versəz görərsiniz, hamısında çoxtanrılığı xüsusi kvadrat içərisində yazmışam. Burada çoxtanrılıq nələr sübut edir? İki dənə tanrının adı var. Məhəbbət və bərəkət ilahəsi İnanna, bir də Arattanın mühafizəçisi Lamanın adını qeyd edirik. Arattada dini idarələrə rəhbərlik edən şəxs adlanırdı. Maş. Bunu da yadda saxlayırıq. Bu olur bizim Aratta dövlət qurumumuz. Yadda saxlayırıq, ilk dövlət qurumuydu 3-cü minilliyin birinci yarısında. Amma Lulubi ilə Kuti 3-cü minilliyin ikinci yarısında yaranıb. Daha sonra ikinci dövlət qurumumuza keçək. Lulubi dövlət qurumu dediyimiz kimi eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranıb, 3-cü minilliyin sonuna qədər mövcud olmuşdu. Ərazisi harada yerləşirdi? Urmiya gölünün cənubunda düz Diyala çayına qədər uzanırdı. Lulubi, Su, Turukki tayfalarını öz hakimiyyətləri altında birləşdirmişdilər. Daha sonra ən qüdrətli, daha doğrusu ilk hökmdarı
İmmaşqun olmuşdu. İmmaşquna padşahlar padşahı, Lubun ölkəsinin padşahı adı verilmişdi. Eyni zamanda Xırda vilayətləri də dövlətə birləşdirmişdi. Xırda hakimliklərin dövlətə birləşdirilməsini İmmaşqunla oxşar cəhət götürə bilərik. Biri Kiaksar. Kiaksar hara hökmdarı idi? Midiya. İkinci şəxs də Fəzli bin Məhəmməd. Fəzli bin Məhəmməd hara hökmdarıdır? Şəddadi hökmdarıdır. Həm İmmaşqun, həm Kiaksar, həm Fəzli bin Məhəmməd Xırda hakimlikləri dövlətə birləşdirmişdi. Fikirləşsək, başqa şəxsləri də əlavə edə bilərik. Daha çox testlərdə düzdür, hələ ki o qədər çox rastlaşmamışıq. Amma mən şəxsən bu testləri öz sınaqlarımda qeyd etmişəm. Daha sonra digər qüdrətli hökmdar Anubanindir. Anubanin ümumiyyətcə Lubin ən qüdrətli hökmdarı sayılır və onun uğurları nəticəsində belə deyək, geniş ərazilər ələ keçirilir və dövlətin sərhəddi Diyala çayına qədər çatır. Kimin dövründə? Anubaninin dövründə. Bunu mütləq və mütləq yadda saxlayırsınız. Xüsusən də MİQ sertifikasiya hazırlaşan müəllimlər. Çünki MİQ imtahanında bu sual xronoloji ardıcıllıqda bir dəfə düşüb və bu məsələ Diyala çayına qədər uzanma məsələsi Anubanin dövrüdür. Bunu mütləq yadda saxlamaq lazımdır. Anar İsəyevin kitabında bu başlıq formasında verildiyinə görə biz bunu Anubaninə aid olduğunu o qədər də görə bilmirik. Amma məktəb dərsliyində bu hadisə sırf Anubaninə aid edilir. Daha sonra mix-yazdan istifadə edirdilər, tanış idilər. Eyni zamanda da çox tanınıqlı dinlərdə dediyimiz kimi sitayiş edirdilər. Ümumiyyətcə, mix-yazı məsələsi varsa, belə deyək ki, iki çarəsinin əlaqələri olubsa, bunlar onsuz da mix-yazı ilə tanış idilər. Sonra Kuti dövlət qurumu. Kuti dövlət qurumu da 3-cü minilliyin ikinci yarısında yaranmışdı. 3-cü minilliyin sonunda süquta uğramışdı. Urmiya gölünün cənub-qərbində yaranmışdı. Ərazisi Urmiya gölünün cənub-qərbindən İran körfəzinə qədər uzanırdı. Kutiləri dağ əjdahaları adlandırırdılar. Bu da çox testlərə düşür. Daha sonra 23-cü əsr mənbələrində Lişir Piri adlı hökmdarın adı qeyd olunur. Daha sonra deyə bilərik, bunlarda artıq digər bir məqam var ki, Lulubi Arattadan fərqli olaraq Kutilər geniş işğalçı siyasət həyata keçiriblər. Kimlərlə mübarizə aparıblar? Akkadla mübarizə aparıblar. Akkadla nə vaxt mübarizə aparıblar? 22-ci əsrin əvvəllərində Akkad ərazisinə yürüş edirlər. Biz keçən dərsimizdən bilirik ki, Akkad dünyada yaranmış ilk imperiyadır. Şumer şəhər dövlətlərini ələ keçirmişdilər və Kutilərlə Şumer şəhər dövlətlərindən dostluq əlaqələri var idi. Və bu dostluq əlaqələrinin, belə deyək də, Akkadların güclənməsi, onları özünə tabi etməsi Kutilərin əlaqələr qurduğu dövlətə, belə deyək, mənfi təsir göstərirdi. O ərazilərin düşmən işğalı altına keçməsinə səbəb oldu ki, Kutilər də buna göz yummaq istəmirdi. Hətta bunlar arasında da öz şəxsi əraziləri uğruna da mübarizə gedirdi. Amma buna baxmayaraq Kutilər Akkadları bir neçə döyüşdə məğlub edirlər. Bu haqda mənbə hissəsində və kitabda qeyd olunur, mübarizədə qalib gəlirlər. Və sonda da 22-ci əsrin əvvəllərində Akkad dövlətinə son qoyurlar və 22-ci əsrin sonuna qədər də iki çay arasında Kutilər ağalıq edir. Akkadların ərazilərini tutan Kutilər tayfalar arası çəkişmələrə son qoyurlar, karvan yollarının təhlükəsizliyini təmin edirlər, bu kimi müsbət addımlar atırlar və öz, belə deyək, inkişafına da səbəb olur bu tədbirlərin atılması. Amma Kutilərin burada bir dənə səhvi var. Bir dənə səhvi var ki, yerli canişinlər məsələsi var. Yerli canişin məsələsində bunu yadda saxlamalıyıq ki, Kutilərin səhvi olur. Niyə? İki çay arasını ələ keçirən Kutilər öz canişinlərini deyil, iki çay arasının sakinlərindən ora canişinlər təyin edir. Onlar da bir növ desək, yerli pərəstlik edirlər. Yəni, öz ərazilərinin gələcəkdə azadlıq mübarizəsinə səbəb olur ki, bu da, belə deyək, 22-ci əsrin sonunda Kutilərin ikisi arasında hakimiyyətinə son qoyur. Kuti hökmdarı Tirikana qarşı da üsyan baş verir. Tirikan da 40 gün hakimiyyətdə olub. Burada qeyd etmiş yadın və daha sonra da Kuti dövləti zəifləyir və bununla da süquta uğrayır. Daha başqa nə deyə bilərik? Tirikanla məsələn
oxşar cəhət kimi deyə bilərik Şəki xanı, Məhəmməd Həsən xanı. Oxşar cəhət nədir? İkisi də 40 gün hakimiyyətdə olub. Həm Məhəmməd Həsən, daha doğrusu Məhəmməd xan. Həm Məhəmməd xan, həm Tirik xan 40 gün hakimiyyətdə olublar. 1759-da Məhəmməd xan hakimiyyətə gəlir, 40 gün hakimiyyətdə olur. Tirik xan da 3-cü minilliyin sonlarında. Yenə də digərlərində dediyimiz kimi çoxdanlıq dini hakimi idi. Sonra digər bu belə deyək, dövlət qurumları zəiflədi, süquta uğradı və bunların süquta uğramasından istifadə edən Turukkilər Urmiya gölü ətrafında 2-ci minillər əvvəllərində bu tayfaların yerləşdiyi ərazidəki, daha doğrusu tayfa ittifaqlarının yerləşdiyi ərazilərdəki tayfaları birləşdirib dövlət qurumu yaradırlar və müstəqil olurlar. Və bu Turukki dövlət qurumu, iri tayfa ittifaqı bir növ desək, Kutilərlə bənzər siyasət kimi işğalçı müharibələrə belə deyək başlayır. Və işğalçı müharibələrindən də birincisi Aşurla olur. Əslində Aşur özü Turukkinin ərazilərini tutmaq istəyirdi, amma əkisini baş verir. Turukkilər yürüş edib Şuşara vilayətini ələ keçirirlər. Daha sonra da 18-ci əsrdə də məşhur Babil hökmdarı 282 maddə ilə dünya tarixində iz qoyan Hammurapinin hakimiyyət dövründə də Babil ərazisində Turukkilər məskunlaşır. Daha sonra Azərbaycan əraziləri 2-ci minilliyin sonlarında Adad-Nerinin yürüşlərinə məruz qalır. Daha sonra Azərbaycan ərazisində belə deyək, düşmən əlinə keçməsi gələcəkdə bu ərazilərdə üsyanlara səbəb olur və bu işğal altına düşmüş tayfalarımız Aşur əleyhinə üsyanlara qalxır və gələcəkdə Aşuru devirirlər və Manna dövləti yaranır. Bu olur Azərbaycanda dövlət qurumları. Dövlət qurumlarımızın yaranması Azərbaycan dövlətinin, dövlətçiliyinin qədim köklərə sahib olduğunu bizə göstərir. Dediyimiz kimi ilk yaranan dövlət qurumumuz Aradda idi. Son yaranan kimi də Turukkusu ittifaqını demək olar.